Salam, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzinin İngilis dili müəllimi Şəbnəm Qəmbərova. Bugün sizə sifət qaydasında id və ing, həmçinin to və enough qaydalarını izah edəcəm. Gəlin başlayaq. Əvvəlcə başlayaq sifət qaydasında id və ing hissəsinə. Biz bəzən görürük ki, sifətlərə id şəkilsi artırılıbdır, bəzən isə ing şəkilsi artırılıbdır. Bəs bunların fərqi nədir? Misal üçün, iki dənə sifət yazacağam sizə. Hər ikisində də, məsələn, bored və boring. İki dənə sifət yazmışam. Gördüyünüz kimi, bunların hər ikisinin hissəsi olaraq sifətdir və birində id artırılıbdır, birində isə ing artırılıbdır. Bəs bunlar arasındakı, bu sözlər arasındakı fərq nədir? Belə izah edim sizin üçün. Əgər sifətlərimizdə id şəkilsi artırılıbsa, bu onu göstərir ki, bizim sifətimiz canlıların xüsusiyyətini bildirir. Canlı olan, canlı varlıqların əlamətini, xüsusiyyətini bildirir. Lakin bizim sifətimizdə ing şəkilsi artırılıbsa, bu isə onu göstərir ki, bu isə cansız anlayışların əlamətini, xüsusiyyətini bildirir. Deməli, təkrar edirəm bir daha, id artırılan sifətlərimiz canlıların xüsusiyyətlərini və yaxud da əlamətini bildirir, lakin ing artırılan sifətlərimiz isə cansız anlayışların əlamətini və xüsusiyyətini bildirir. Gəlin, nümunə üstündə göstərim sizə. İki nümunə yazacağam. Birini yazıram ki, I am bored. Digər nə yazıram isə? This film is boring. Gəlin baxaq. Hər iki cümlə sizin üçün tərcümə edəcəm. Birinci cümlədə I am bored, mən sıxılıram deməkdir. Burada gördüyünüz kimi məndir və mən canlı varlığam. Canlı olduğum üçün mən burada hansı sifətdən istifadə etmişəm? Bored, yəni id artırılmış sifətdən istifadə edirəm. Çünki burada yəni canlı varlığın xüsusiyyətini, əlamətini bildirir. Mənim sıxılmağımı göstərir. I am bored. Lakin ikinci cümləmizdə isə görürük ki, this film is boring. Burada boring nə deməkdir? Sıxıcı. Burada fikir verirsinizsə, bizim sifətimizə hansı şəkil artırılıbdır? ing artırılıbdır. Və bu onu göstərir ki, əgər sifətimizə ing artırılıbsa, bu cümlədə həmin sifət cansız bir varlığın əlamətini bildirir. Bəs bizim burada cansız varlığımız hansıdır? This film is boring. Bu film çox sıxıcıdır. Gördünüz, burada sıxılıram, mən sıxılıram, mənim xüsusiyyətimi bildirirdi. Mən canlıyam və mənim xüsusiyyətimi bildirməsi üçün idli sifətdən istifadə etdim. Lakin ikinci cümlədə, this film is boring cümləsində isə, burada görürəm ki, boring ingli bir sifətdir və həmin cümlədə this film istifadə olunubdur. Bu film sıxıcıdır. Və bu cümlədə this film təbii ki, cansız bir varlıq olduğu üçün onun xüsusiyyətini bildirmək üçün mən ingli bir sifətdən istifadə edirəm. İndi başqa bir nümunə göstərəcəm sizə. Misal üçün belə bir şey olsun. Yazıram ki, bir dənə sifət yazır. Məsələn, worry at. Bir də yazıram. Olsun məsələn, worrying. İki sifət yazdım. Gəlin baxaq. Worried narahat olmuş deməkdir. Worrying isə narahat edici. Və fərqlərinə baxaq. Gördüyümüz kimi birinci sifətin sonunda id şəkilçisi var, ikinci sifətin sonunda isə ing şəkilçisi var. Təbii ki, id şəkilçili olan sifətimiz canlıların xüsusiyyətini bildirəcək, ingli olan sifətimiz isə cansız varlıqların xüsusiyyətini, əlamətini bildirəcək. Gəlin yenə bir nümunəyə baxaq. Bu dəfə yazıram ki, məsələn, you are worried. Sən narahatsan. Təbii ki, bu cümlədə you canlı bir varlıqdır və you'nun əlamətini, xüsusiyyətini nə bildirəcək? Təbii ki, worried, yəni idli. Canlı olduğuna görə idli. Lakin yazsam ki, məsələn, bu səhnə çox narahat edicidir. This scene is worrying for me. Mənim üçün çox narahat edicidir. Belə bir cümlə yazıram sizin üçün. Baxaq indi bu cümləmizə. Burada isə mən hansı sifətdən istifadə etmişəm? ingli sifətdən. Ingli sifət nəyi bildirirdi? Cansızların əlamətini, xüsusiyyətini bildirirdi. Bu cümlədə this scene nə deməkdir? Bu səhnə, səhnənin xüsusiyyətini bildirdiyinə görə mən ingli sifətdən istifadə etmişəm. Və hətta bir nümunə də sizin üçün verəcəm ki, tam aydın olsun qayda sizə.
Nümunələr işlədikdə qayda daha yadda qalır. Yazaq məsələn, deməli, birinə yazaq excited, bir də yazaq exciting. Excited həyəcanlı, exciting də hər ikisi həyəcanlı deməkdir. Təbii ki, id-li olan canlının xüsusiyyətini, ing-li olan isə cansızın xüsusiyyətini bildirəcək. Misal üçün yazıram ki, they are excited. Onlar həyəcanlıdırlar. Amma yazsam ki, misal üçün, deməli, elə gəlin bayaqki nümunəmin üstündə gedək. Nümunələr eyni olanda daha yadda qalandı. This film is exciting. Bu film çox həyəcanlıdır. Təbii ki, burada film cansız olduğuna görə ing-li istifadə edirəm cansızlıq xüsusiyyətini bildirməsi üçün. Lakin burada z canlı olduğuna görə id-li sifətdən istifadə edirəm bizim canlı varlığımızın xüsusiyyətini bildirməsi üçün. Bu oldu bizim id və ing qaydamız. Bu dərsdə biz sizdən id-li və ing-li sifətlərin fərqini və işləmə məqamlarını öyrəndik. İndi gəldik növbəti bir bölməmizə. Bu bölmədə sizə nə öyrədəcəm? To və enough qaydası. To və enough. Gəlin yazaq. Əvvəlcə qaydanın adını to və enough. To çox olduqca deməkdir. Yazım tərcüməsinin altına. Çox olduqca. Lakin enough'ın mənası isə kifayət qədər deməkdir. Qədər. To çox olduqca enough kifayət qədər deməkdir. Burada biz sizdən nə öyrənəcəyik? To və enough. Amma burada məqam odur ki, to enough'ın harasına gəlir? Yəni hansı tərəfində gəlir? To-dan sonra mı? Enough-dan sonra mı, əvvəlmi? Gəlin birinci to üstündə işləyək. Deməli, əziz dostlar, to özündən sonra sifət istəyir. Yəni siz mütləq şəkildə, əgər sizə məsələn sifət verilibsə, belə yazım hətta, sizə əgər sifət verilib deyək ki, testdə və sizə sifətdən əvvəl bura bir boşluq qoyulubsa, siz o boşluğa heç vaxt enough yaza bilməzsiniz. Siz o boşluğa həmişə to qoymalısınız. Baxın, bu şəkildə to qoymaq lazımdır. Yəni, to sifəti özündən sonra istəyir. Lakin enough isə tam əksinə, sifətin, bəs burada necə olacaq? Burada birinci sifət gələcək. İkinci isə enough gəlməlidir. Yəni, əgər testdə sizə sifət verib, arxasınca boşluq qoysa və siz burada təbii ki, to və enough arasında qalsınız, hər zaman siz burada seçməlisiniz enough-ı. Çünki sifət enough-ı özündən sonra istəyir. Yazıram enough. Baxın bu şəkildə. Deməli, indi bəs məna fərqləri nələrdir? Deməli, to hər hansı bir sifətin lazımdan çox səviyyədə olduğunu göstərir. Yəni, kifayət qədər deyil, lazımi səviyyədə deyil, lazımdan çox daha yuxarı səviyyədə olduğunu göstərir. Lakin enough isə hər hansı bir sifətin lazımi səviyyədə olduğunu göstərir. Yəni, o bizə həmin səviyyənin kifayət qədər olduğunu göstərir. Gəlin bir nümunə yazaq, nümunə isə tam anlayacaqsınız. Deməli, yazırıq. He is too scared to climb the tree. Baxaq bu cümləyə. Bu cümlədə gördüyünüz kimi bizim sifətimiz nədir? Scared sifətidir və scared-dən əvvəl nə istifadə olunubdur? To istifadə olunubdur. İndi gəlin bu cümləyə baxaq. He is too scared to climb the tree. Mənası necə olacaq? O ağaca çıxmaq üçün çox qorxur. Və o belə düşünək sanki o ağaca çıxmaq istəyir, amma burada qorxma səviyyəsi lazımdan çox daha yuxarıda olduğu üçün bunu edə bilmir. Ya bir növ sanki biraz mənfilik var. Yəni təkrar edirəm, bu cümlədə o sanki ağaca çıxmaq istəyir, amma ağaca çıxmaq üçün çox qorxur. Oradakı qorxma lazımi səviyyədə deyil, daha yüksək səviyyədədir. Biraz mənfilik var orada. Ona görə biz orada nə istifadə etdik? Təbii ki, to-nu istifadə etdik. Lazımdan daha yuxarı səviyyədədir. İndi başqa bir cümlə yazacağım sizin üçün. He is brave enough to climb the tree. Gəlin baxaq bu cümləyə. Bu cümlədə isə mən enough istifadə etmişəm. Sifətimiz hansıdır? Sifətimiz brave sifətidir.
Və brave-in mənası cəsur, qorxmaz mənalarda istifadə olunur. Cəsur. Enough da burada təbii ki, kifayət qədər deməkdir. Və gördüyünüz kimi, baxın, elə yerlərinə də baxa bilərik. Burada birinci to gəlibdir, ikinci sifət gəlibdir. Burada brave birinci sifət gəlibdir, artıq ikinci enough gəlibdir. Yəni buradan quruluşa da baxmaq olar. To üstəgəl sifət, lakin sifət üstəgəl enough qaydası ilə. Deməli, gəlin indi bu cümlənin məna fərqinə baxaq. Bayaq dediyim kimi, burada to nə bildirirdi? Hər hansı bir əlamətin lazımdan çox daha yuxarı səviyyədə olduğunu. Lakin enough isə hər hansı bir əlamətin lazım səviyyədə olduğunu göstərir. Baxın, bu cümləsini üçün tərcümə edim. He is brave enough to climb the tree. O ağaca dırmaşmaq üçün kifayət qədər cəsurdur. Baxın, o ağaca dırmaşmaq istəyir və bunu edə bilir, çünki o kifayət qədər cəsurdur. Yəni, onu belə düşünün, sanki cəsurluq səviyyəsi lazımi səviyyədədir. Yəni, kifayət edir ona ki, ağaca dırmaşsın. Baxın, məna fərqi budur. To daha yüksək səviyyə, hər hansı bir əlamətin lazımdan çox səviyyədə olduğunu göstərir, biraz mənfilik bildirir. Lakin enough isə hər hansı bir əlamətin lazımi səviyyədə olduğunu, yəni zəruri səviyyədə, lazımi səviyyədə olduğunu göstərir. Və gördüyünüz kimi bu cümlədə də o ağaca dırmaşmaq üçün kifayət qədər cəsurdur kimi olaraq tərcümə edirik burada da. Bugünlük qaydamız bu qədər. Mən sizə bugün to və enough-ın fərqini, həmçinin idili və ing-li sifətlərin fərqini izah etdim. Ümid edirəm hər biriniz üçün aydın olmuşdur.